Hər kəsə salam. Dekabr ayının sonlarında bu videonu çəkirəm. Hansı ki, hər birimizin vision boardu hazırlamağa başladığımız bir dönəmdir. Və mən bu dəfə vision board hazırlamamışdan öncə diqqət etməli olduğumuz məqamlardan danışmaq istəyirəm. İlk növbədə vision board nədir? Yəqin ki, bir çoxumuz bilirik. Vision board önümüzdəki ildə həyatımızda görmək istədiyimiz məqamların, hadisələrin bir görüntü yansımasını göz önündə tuturaraq bir sözlə həyatımıza manifest olmasını diləyirik. Vision boardu hazırlamamışdan öncə burada nəyi görmək istəyirik, bunu dəqiqləşdirməliyik. Ümumiyyətcə həyatımızda nəyi artırmaq istəyirik, nəyi azaltmaq istəyirik, bizim üçün uğurlu il nə deməkdir? Məndə ümumiyyətcə belə bir şey var. Hər şeyi sistemləşdirəndə daha rahat anlayıram və daha rahat manifest etmək mənim üçün rahatlaşır. Məsələn, vision boardda da bu keçərlidir. Sahələrə bölməliyik. Məsələn, karyeramız üçün, münasibətlər üçün, sağlamlıq üçün və yaxud da səyahət planları üçün manifestlərimiz, həmçinin şəxsi inkişafa ayıracağımız o manifestlər, bunların hər birini ayrı-ayrı sahələrə ayırdıqdan sonra bu sahələr üzrə görüntülər axtarmağa başlaya bilərik. Vision board hazırlarkən edilə bilən yanlışlardan biri odur ki, çox mükəmməliyyətə qaça bilirik. Məsələn, mükəmməl bir bədən görüntüsünü vision boarda yerləşdirməyimizdən daha çox hansı bədəndə necə hiss edirik, bizə bunu yansıdan bir foto şəkli yerləşdirmək daha doğrudur. Hansı ki, o foto şəkildə biz özümüzü daha rahat hiss edirik, daha huzurlu hiss edirik o bədən formasında. Yəni bu bizi yansıdır, nəinki daha mükəmməl, o bəzən hətta reallıqdan uzaq o görüntüləri vision boarda yerləşdirmək bizi daha çox motivasiyadan salır, reallıqdan uzağa qaçırır. Ümumiyyətcə vision boardda müəyyən faiz bölgüsü aparmaq lazımdır. Hansı ki, məsələn, 70% daha əlçatan arzularımız və 30% isə bir qədər daha bizi qorxudan, amma eyni zamanda da həyəcanlandıran o arzularımızı yansıdan foto şəkilləri yerləşdirməyimiz daha gözəl olar. Bu arada vision boardu sadəcə görüntülərlə deyil, həmçinin sizi motivasiya verən, sizi həyəcanlandıran qısa cümlələr şəklində də vision board üzərinə əlavə edə bilərsiniz. Ən əsas məsələlərdən biri vision boardu hansı halda yaradaq? Elektron olaraqmı, bir digital istifadə edəcəyik, yoxsa görüntü olaraqmı bir pano üzərində mi yerləşdirəcəyik? Bu məsələni artıq siz özünüz seçə bilərsiniz. Məsələn, mən daha çox görə biləcəyim bir yerə yerləşdirirəm. Məsələn, telefonun ekran şəklinə yerləşdirirəm və ya iş masasında ekran şəklinə yerləşdirə bilərəm. Əgər siz daha çox canlı görüntü olaraq istəyirsinizsə, bunu vision board bir tablosu olaraq da yarada bilərsiniz və ən əsas məsələ daim görə biləcəyiniz yerdə olması. Məndə telefon ekranında olması mənim üçün çox rahatdır və daima görürəm. Səhər yuxudan duranda ilk gördüyünüz yer haradısa, məsələn, yatağınızın bir başucuna yerləşdirə bilərsiniz. Arzularımızı nə qədər görünür eləsə özümüz üçün, onlar bizə bir o qədər yaxındırlar. Vision boardu yaradıb bitirmisənsə, gözəl niyyətlər diləyib bununla bağlaya bilərsən. Ən gözəl diləyimiz də o olar ki, əgər burada arzuladıqlarım mənim xeyrimədirsə, ən doğru zamanda həyatımızda yansısın və arzularınızın, sizin xeyrinizə olan arzularınızın doğru zamanda həyata keçməsini diləyərək sizinlə sağollaşıram.